Salam əziz müəllimlər, mən Ayşə Bayramlı. Bugün sizlər üçün həm MİQ, həm də sertifikasiya imtahanına düşə biləcək mövzulardan biri olan didaktik prinsiplər haqqında danışacağıq. Mövzu izahımıza keçmədən öncə bir məlumatı diqqətinizə çatdırmaq istəyərdim. Hal-hazırda noyabr qrupum üçün qeydiyyat açıqdır. Noyabr qrupum haqqında məlumat vermək istəyərdim. Dərslər həftədə 3 dəfə olmaqla Google Meet proqramı üzərindən onlayn şəkildə keçiriləcək və dərsdə mövzu izahlarımız, testlərin izahı, sual-cavab formasında keçirilir. Dərslərdə biz demək olar ki, dərsi ilə dərs prosesində mənimsəyirik. Çünki bir dərsi keçdikdən sonra kifayət qədər onun sual-cavabına da vaxt ayırırıq. Eyni zamanda sual-cavabından sonrası növbəti dərsimizdə demək olar ki, bütün testlərin izahına da yer ayırırıq. Və bu proses nəticəsində biz elə bir mövzunu tam möhkəmləndirilmiş şəkildə dərk edib qavraya bilirik. Eyni zamanda bəzən olur ki, çətin, situasiya tipli testlər olur, doğru-yanlış tipli, cədvəl tipli testlər olur. Hər birini biz dərs prosesində öyrənərək məhz möhkəmləndirə bilirik. Eyni zamanda dərslərimizin 3 dəfə olması isə dərsin keyfiyyətini daha da artmasına səbəb olur. Dərsdən sonra isə dərsin video izahları, testlərin izahları hər biri qrupumuza göndərilir və izahlarla yanaşı isə PDF materialları da hər biri göndərilir. Dərslərə qoşulmaq üçün isə hansı ki ekranda görmüş olduğunuz 070 721 36 47 nömrəsi əlaqə saxlaya bilərsiniz. Dərslərin gedişatı ilə tanış olmaq üçün isə bu nömrəyə yazaraq nümunəvi video izahları da mən sizə göndərə bilərəm ki, tam dərsin gedişatı ilə tanış ola bilərsiniz. Eyni zamanda digər videolarımda olduğu kimi bu videolarımda da yenə izahlarımla tanış olacaqsınız. Və demək istəyirəm ki, dərs vəsaitlərim tamamilə yenilənmiş formadadır. Hər birinin içərisində açar sözlərə qədər qeyd olunmuşdur. İndi isə keçək mövzu izahımıza. Bu mövzunun izahını isə YouTube-dan izləyə bilərsiniz. Ancaq mövzunu izlədikdən sonra isə rəylərdə mən Telegram kanalını paylaşacağım. Ora daxil olaraq bu mövzu ilə bağlı testləri də işləyə bilərsiniz. İndi isə keçək mövzu izahımıza. Deməli, bugünkü mövzu izahımız qeyd etdik ki, didaktik prinsiplərdir. Ümumiyyətlə, didaktik prinsipləri biz necə başa düşürük? Didaktik prinsip nə deməkdir? Didaktika sözünün mənası öyrədirəm deməkdir və əsas məqsədimiz isə bu prinsiplər vasitəsilə hər tərəfli, universal uşağı yetişdirməkdir. Hər tərəfli uşaq necə ola bilər? Təbii ki, 4 inkişaf sahəmizin tələblərini düzgün şəkildə yerinə yetirməyi bacarsaq, bu zamanda biz hər tərəfli uşaqları yetişdirmiş olarıq. Bəzən didaktik prinsipləri biz qarışdırırıq, hansı ki, bəs bu hansı fəaliyyət zamanı olmalıdır? Belə bir sual çıxır ortaya. Təbii ki də, söhbət didaktik prinsiplərdən gedirsə, baxın, bunu asanlıqla belə yadınızda saxlaya bilərsiniz. Didaktika sözünün mənası nədir? Öyrədirəm. Biz bağça fəaliyyətimiz zamanı hansı fəaliyyətdə daha çox uşaqları öyrədirik? Təbii ki də məşğələ fəaliyyətində. Deməli, məşğələ fəaliyyətində hansı prinsiplərdən istifadə edirik? Məhz didaktik prinsiplərdən istifadə edirik. Didaktik prinsiplər hansılardır? Bura aiddir şəxsiyyət yönümlülük, nəticə yönümlülük, uşaq yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, varislik, inteqrativlik, Azərbaycancılıq və dünyəvilik daxildir. Gəlin bunların qısa burada açar sözləri ilə birlikdə qeyd etdiyim hissələrinə nəzər yetirərək daha da dərindən öyrənək. Ümumiyyətlə, şəxsiyyət yönümlülük dedikdə deyir ki, zəruri həyati bacarıqları uşaqlarda formalaşdırmaqdır. Bəli, bu şəxsiyyət yönümlülüyün tərifidir. Ancaq biz bu tərif vasitəsilə testdə zəruri həyati bacarıq nədir? Bəs mən necə fərqləndirim ki, bu şəxsiyyət yönümlülükdür, bu həyati bacarıqdır? Bunu fərqləndirməyimiz çətin olur. Ona görə də mən sizlər üçün burada 4 açar söz qeyd edəcəm. Birinci, idrak, ikinci, ünsiyyət, üçüncü, psixomotor, 4 milli bəşəri dəyərlər. Harada ki, idrak, ünsiyyət və psixomotor milli bəşəri dəyərlərə əks etdirən situasiya görsəz, test görsəniz, bilin ki, söhbət gedir şəxsiyyət yönümlü didaktik prinsiplər. İdrak nədir? İdrak bilirik ki, dərk etmək, qavramaqla bağlıdır. Harada ki, fərqləndirmək, nəyisə qruplaşdırmaq, nəyisə dərk etmək, adlandıra bilmək, fərqləndirə bilmək, induktiv, deduktiv, bunları gördüyümüz zaman müqayisə edə bilmək. Bu tipli sözləri gördüyümüz zaman biz bilirik ki, söhbət idrakdan gedir. Əgər idrak varsa, burada nə var? Təbii ki də şəxsiyyət yönümlülük var. İkinci, ünsiyyətdir. Ünsiyyət dedikdə kommunikativ, yəni ünsiyyət bacarığı, dilin, nitqin inkişafı nəzərdə tutulur. Məsələn, uşağın şeir danışması. Əgər uşağın nitqi varsa, o şeiri danışa biləcək.
Bu nitqlə bağlıdır. Şeiri danışmaq üçün dil, nitq vacibdir. Deməli, burada hansı prinsip var? Burada yenə də şəxsiyyət yönümlülük var. Növbəti psixomotor bacarıqdır. Psixomotor dedikdə bunu yadımızda saxlamaq çətin olmasın deyə, baxın buradakı motor sözündən yadınızda saxlaya bilərsiniz. Motor nədir? Yadınızdadır demişdik. Kiçik motorika, böyük motorika. Məhz haradakı hərəkətlərlə bağlı, məsələn, şəkli çəkir. Çəkirəmsə burada kiçik motorikanın rolu var. Deməli, burada hansı prinsip var? Burada var şəxsiyyət yönümlülük. Növbəti olaraq qeyd edirik milli bəşəri dəyərlər. Milli bəşəri dəyərlər dedikdə burada uşaqlara gerb, himn, vətəndaşlıq, bayramlar, abidələr haqqında bilməli olduğu, belə deyək, hissələr var, məlumatlar var. Bu məlumatları bilməsi, sadə şəkildə bu məlumatları bilməsi milli bəşəri dəyərləri göstərir. Növbəti olaraq burada əxlaqi keyfiyyətlər var ki, əxlaqi keyfiyyətlər dedikdə də hansı ki uşaqlarda bir sıra formalaşdırmağımız lazım olan bir sıra əxlaqi keyfiyyətlər olur. Bura məsələn ola bilər ki, insanpərvərliklə bağlı ola bilər, mehriban davranması ilə bağlı ola bilər. Baxın, bu kimi keyfiyyətləri gördüyümüz zaman yenə biz uşaqlarda götürürük şəxsiyyət yönümlülük. Növbəti olaraq keçirik nəticə yönümlülük. Nəticə yönümlülüyü açar sözlər isə əvvəlcə sözüdür. Yəni təhsilin məzmunlu əvvəlcədən müəyyən olmuş nəticələrin əsasında müəyyən edilməsi. Məsələn, plandır, icmaldır. Bunların əvvəlcədən hazırlanması. Əgər əvvəlcədən nəsə hazırlaya bilirmişiksə, deməli bizim sonda nəticəmiz olacaq. Yəni mən əvvəlcədən təlim nəticələrimi, yəni məqsədlərimi yazıramsa, sonda da həmin məqsədimə çata bilirəmsə, deməli mən nəticə yönümlü müəlliməm. Haradakı əvvəl, son sözlərini görsəniz, bilin ki, burada söhbət gedir nəticə yönümlülükdən. Və bu tərbiyəçi müəllimin konstruktiv bacarığından belə deyim, asılıdır. Yəni, nəticə yönümlü bir müəllim olmaq istəyiriksə, bu bizim konstruktiv bacarığımızdan, belə deyim, asılıdır. Tərbiyəçi müəllimin məşğələyə məqsəd müəyyən etməsi, məqsədi müəyyən edərək məşğələni keçməsi, bu da təbii ki də yenə nəticə yönümlüyə aiddir. Növbəti uşaq yönümlülük. Uşaq yönümlülük dedikdə, baxın, mərkəzdə kim dayanır? Uşaq. Yəni, uşağın, bilavasitə uşağın meyli, uşağın marağı, baxın, meyil, maraq, burada açar sözlərdə qeyd edə bilərsiniz. Uşağın təhsil tələbatının ödənilməsi, uşağın potensialının müəyyənləşdirilməsi, baxın, potensial, istedad, bu kimi sözlər gördükdə biz götürürük uşaq yönümlülük. Uşağa seçim hüququnun verilməsi. Məsələn, iş forması seçirəm, uşaqdan soruşuram. Uşaqlar fərdi yoxsa qrupla? Bu zaman onların seçimini nəzərə alıramsa, deməli mən burada uşaq yönümlülüyü nəzərə aldım. Məsələn, hər hansı bir fəaliyyəti seçdiyi zaman da uşaqlara seçim verə bilərik. Uşağın potensialını müəyyən etmək. Deməli, harda meyil, harda maraq, harda potensial, harda seçim, harda ki uşağın potensialı sözü görürüksə, söhbət gedir hansı prinsipdən? Uşaq yönümlülükdən. Və bu təlimin təşkilində differensiallığın qarşılığıdır. Yəni, növbəti mövzu izahlarımızda da təlimin təşkili haqqında danışdığımızda da qeyd edəcəm ki, differensiallığın qarşılığı bərabərdir uşaq yönümlülüyə. Yəni, əgər testdə uşaq yönümlülüyü tapırsınız, amma sizdən təlimin təşkili soruşursa, rahatlıqla differensiallıq götürə bilərsiniz. Növbəti isə inkişaf yönümlülükdür. Bu da uşağın idrak fəallığının artması ilə bağlıdır. Bəs uşaqlarda idrak fəallığını necə artıra bilərik? Bunun üçün bizə lazım olacaq buradan kognitiv materiallar. Baxın, idrak fəallığı sözünü qeyd edə bilərsiniz açar söz kimi. Kognitiv material sözünü qeyd edə bilərsiniz açar söz kimi. Və testlər paylaşdığımda da görmüşdüm ki, bu tipli testi bəzi müəllimlərimiz yanlış etmişdi. Təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi. Əgər mən uşağın nəticəsini təhlil edirəmsə, onu dəyərləndirirəmsə, onu qiymətləndirirəmsə, deməli mən inkişaf yönümlüyəm. Niyə görə? Çünki baxın, bir var ki, məşğələni keçirəm, məşğələni heç dəyərləndirmirəm. Bilmirəm bu uşaq nəyi öyrəndi, nəyi öyrənmədim. Amma onu təhlil etdikdə, onu belə deyim də ki, nəyi öyrənib, nəyi öyrənmədiyini bildiyimdə, artıq mən onun öyrənmədiyi hissələri növbəti məşğələrimdə inkişaf etdirə bilirəm. Uşaq özü də bilir ki, nəyi bilir, nəyi bilmir. Növbəti hissələrdə o artıq özündə o bacarıqları inkişaf etdirir. İnformasiya verir uşaqlara, bilik bacarığı ötürürük. Lakin biz bilik bacarıq və vərdiş ötürən zaman diqqətli olmalıyıq ki, informasiya çox seçici, az olsun. Yəni, həddindən artıq çox informasiyanı uşaqları yora bilmərik. Bilirik ki, müasir dövrümüz artıq bacarıq yönümlüdür. Vərdiş isə daim onu möhkəmləndirərək, təkrarladaraq vərdişə çevirməyimizdir.
Və şəxsi inkişafı izləmə dəyərləndirməsini aparmamız. Bu da açar sözdür. Portfolionun olması, yenə bu da açar söz mövqeyində çıxış edəcək. Yəni bunları qeyd edərək, məsələn, açar söz kimi qeyd edə bilərsiniz. Sonra uşaqların hər hansı bir material əsasında inkişaf etdirməliyik və bəzən burada idrak sözündən şəxsiyyət yönümlü də idrak qeyd etmişəm, müəllimlər qarışdırır. Əgər hər hansı bir koqnitiv material varsa, tərbiyəçi müəllim bu material vasitəsilə uşağı inkişaf etdirirsə, bilin ki, söhbət gedir inkişaf yönümlülükdən. Amma uşağı tərbiyəçi müəllim nə qədər inkişaf etdirməyə çalışsa da, uşaq özü dərk etmir və qavramırsa, deməli burada nə yoxdur? Şəxsiyyət yönümlülük yoxdur. Növbəti isə tələb yönümlülükdür. Tələb yönümlülük ümumiyyətlə müasir dövrümüzün tələbləri ilə bağlıdır. Məsələn, bugün bizim kurikulum proqramını bilməyimiz, məşğələlərimizi kurikulum üzrə qura bilməyimiz məhz tələb yönümlülükdür. Dövrümüzün tələblərindən biri də bugün İKT-dir, müasir texnologiyalardır. Məhz məşğələlərimizdə İKT-dən, müasir texnologiyadan istifadə etsək, yenə də tələb yönümlülükdən söhbət gedəcək. Bugün əsas tələb yönümlülüklərdən biri də öz hüquqlarını bilə bilmək və onu müdafiə edə bilməkdir. Əgər uşaq öz hüququnu bilirsə, onu müdafiə edə bilirsə, yenə bu da tələb yönümlülükdən irəli gəlir. Varislik. Varislik dedikdə isə ən sadəsidir. Yəni bunu sadə dildə desək, ötürülmə kimi. Amma bu ötürülmə necə olmalıdır? Sadədən mürəkkəbə doğru. Yəni birinci uşaqlara sadə bilik, bacarıqlar, sonra isə mürəkkəbləşdiririk. Məlumdan məchula doğru gedirik. Yəni uşağın yaş səviyyəsini nəzərə almaq, ona uyğun tapşırıqlar vermək, sadədən mürəkkəbə doğru getmək, varislikdən söhbət gedir. Növbəti isə inteqrativlikdir. İnteqrativlik dedikdə burada inteqrasiya əlaqələndirmək deməkdir. Yəni inteqrasiyanın növləri. Bu haqda biz növbəti videolarımızda geniş şəkildə də danışarıq. Çünki düşünürəm ki, bu bəzən müəllimlərin qarışdırdıqları hissədəndir. İnteqrasiya əlaqədir. Yəni bir məşğələni keçdiyimiz zaman başqa bir məşğələ ilə də əlaqə qura bilirik. Məsələn, heyvanların adlarını öyrədirəm, amma onu saydırıram. Olur riyaziyyatla əlaqəsi. Burada üfüqi, şəqli inteqrasiyalardan istifadə edirik. Həyatla əlaqələndirmə, belə deyim, inteqrasiyalarından istifadə edə bilərik. Azərbaycançılıq uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların fəal bir vətəndaş mövqeyinin formalaşmasıdır. Yəni bu tipli uşaqlar daha çox vətənini dərindən sevən, vətəninin tarixi, mədəniyyəti, dili, adət-ənənələrinə hörmət hissinin formalaşmasıdır. Yəni daim uşaq vətəni haqqında araşdırır, vətəninə hörmət edir, onun adət-ənənələrini öyrənir və bunları formalaşdırır. Növbəti isə dünyəvilikdir. Dünyəvilik isə dünyaya aid olma, dünya ilə bağlı olma və dini, belə deyim, dinə olmama, dinlə əlaqəsinin olmaması. Bu nə deməkdir? Yəni biz məktəbədə təhsil müəssisəsində, ümumiyyətlə hər hansı bir təhsil müəssisəsində çalışırıqsa, burada dini, belə deyim də, söhbətlərə yer vermək, hər hansı bir dini təbliğ etmək olmaz. Nəyə görə? Çünki bizim qruplarımızda müxtəlif dinə mənsub uşaqlar ola bilər və biz öz dinimizi orada təbliğ etməyimiz doğru olmaz. Və yaxud da uşaqlar da mədəni müxtəlifliyə hörmət formalaşmalıdır. Yəni başqa dinlərə hörmətlə yanaşmağı uşaqlar bilməlidir və müxtəlifliyi qəbul etməyi bilməlidir. Bu da bizim dünyəvilik prinsipimizin açar sözləridir. Dünyəvilik prinsipinə belə qeyd edə bilərsiniz. Müxtəlif dinlərə hörmət, mədəni müxtəlifliyə hörmət. Bunlar isə dünyəviliyə aiddir. Və bu mövzu izahımızdır. Mövzu izahını dinləyərək, açar sözlərinizi çıxardaraq bu mövzunu daha sadə şəkildə öyrənə bilərsiniz. Amma mövzunu, hansı ki inkişaf yönümlülükdə də qeyd etdiyimiz kimi, yalnız biliklə kifayətlənmək olmaz. Mövzunu dinlədikdən sonra isə Telegrama keçid edərək Telegramda paylaşacağım bu mövzu ilə bağlı testləri isə mütləq işləməyinizdə fayda var. Əgər testlərdə hər hansı bir başa düşmədiyiniz hissə olsa isə WhatsApp qrupuna da göndərərək orada da bərabər müzakirə edə bilərik.